əvvəldən bizə deyir ki, A nöqtəsinin, daha doğrusu B nöqtəsinin temperaturu 11,8 dərəcədir. Burada qeyd eləmişəm. A nöqtəsinin isə 14,5 dərəcədir. 14,5 dərəcədir. İndi mən neynədim? Əvvəlcə bu B-ni bir tərəfə gətirdim. Elə bil ki, sağ tərəfə. Çünki dəniz səviyyəsindən eyni məsafədə yerləşir. B-də, A-da, C-də. B oldu ikinci horizontal. 0, 1, ikinci horizontal. B-ni bura gətirdim və 14,5-dən 11,8-ə çıxdım. Etdi 2,7. Buna əsasən rahatlıqla kəsmə yüksəkliyini tapa bilərəm. Yazıram minə 6 dərəcə, x-a 2,7 dərəcə. X də bərabər olur 450 metr. Bunu bildik. Kəsmə yüksəkliyi 450 metrdir. İndi baxaq C-nin hündürlük fərqi nə qədərdir? C-dən dəniz səviyyəsinə qədər 5 dənə horizontal var. 5-i vururam 450-yə, edir 2250 metr. Buradan da keçirəm təzyiqə 225 mm civə sütunu. Bunu qeyd elədim mi? İndi bizə deyir ki, dəniz səviyyəsi. Dəniz səviyyəsində 760 mm civə sütunudur. Bu 760-dır. C-yə qədər də 225 mm civə sütunu fərq var. 760-dan 225-i çıxıram, qalır 535 mm civə sütunu. Beləliklə, məsələmizin cavabı da 535 olur.